sən Bakıda əmlaka investisiya edən adamsan və sən onu bilirsən ki, Bakıda kirayə haqqı ən aşağı səviyyədədir. 1 milyon ev alırsan, 3 minə kiraya verirsən. Və bu biznes deyil, bu sadəcə kapitalın qorunmasıdır. Və biznes odur ki, sənin əmlakın 30, 40 və daha yüksək faiz gəlirliyi göstərsin. Məsələn, Port Bakuda mənzil alsanız, gərək 1 milyon manat pul ödəyəsiniz, cəmi 3 minə onu kiraya verəcəksiniz. Əhmədlidə belə ev alsanız, 200 min manat ona verəcəksiniz, 600 manata icarəyə verəcəksiniz. Bu isə cəmi 3-4% illik gəlir deməkdir. Amma indi təkcə yadınıza salın, təkcə keçən illərim Azərbaycanda 8,8% inflyasiya olub. Sizin mənzil inflyasiyanı belə kompensasiya etmir. Zaman keçdikcə siz yalnız pul itirirsiniz həmin mənzildə. İndi isə gəlin bizim Bakı bağlarının gəlirliyinə baxaq. Bu ev hansının ki inşası sizə 150 minə başa gələcək, gündəlik sizə 150 manatdan 250 manata qədər pul gətirəcək. Gəlin real nümunə götürək. Bu ev 150 min manata başa gəlir inşası. Orta nisbi dolum faizimiz 70%. 21 günə vuranda bu edir 3780 manat. İlə 45 min gəlirliyi göstərir. Onun 20 mini xərclərdir, təmiz 25 min hər ev sizə gəlir gətirir. Bu isə 40-45% ildə gəlirliyi deməkdir. İrəlidə gördüyünüz tikinti isə bizim ayrıca hamam kompleksimizdir. Hamam, sauna, spa kompleksimiz. Burada idman meydançası var, yarı tikili, fundamenti olan bir idman otağı da tikilir. Və bu bizim hamam kompleksi tam olaraq izolyasiya olunub. Yəni bu hamısı daş yununla işlənilib, bütün ev, fundamentdən dama qədər hamısı daş yununla işlənilib. Ev tam olaraq istili və izolyasiyalıdır. Bax, bu hamısı daş yunundan işlənilib. Ona görə hamam bizdə mega isti olur daimi. Lap ən az gələn qazlar vaxtı bizim hamamımız hər zaman isti olur. Bu isə bizim bağların qabağında olan parkovka hissəsidir. Düz ofisin qabağında. Burada isə bizim ofisimiz və ambarımız yerləşir. İndi içəri keçib ona da baxarıq. Burada isə bizim ofisimiz yerləşir və arxasında olan gördüyünüz bu tikili, bura isə ambardır. Bura isə gördüyünüz, bura isə bizim ofisimizdir, 70 kvadrat, tam izolyasiya olunmuş isti bir yerdir. Burada personal oturur, administratorun yeri, gözətçinin yeri var, həmçinin kameralar var və ofisdən birbaşa siz öz skladınızda da keçidiniz var. Burada qapı var, buradan birbaşa ofisə keçid var. Bura yüngül mətbəxdir, personal üçün olan mətbəxdir. Orada tualet qovşağıdır. Bura gördüyünüz kimi ambarımızdır. Burada müxtəlif əşyalar, stroy materiallar saxlanılır. Ustalar burada işlər görür, nəsə lazım olanda, sınanda. Gəlirik, burada belə bir gözəl gülşəmiz var. Bizim personal burada heyvanlar saxlayır, gördüyünüz kimi ördəklər, tovuz quşumuz da var. Tovuz quşu hədiyyədir. Razılığa gəlsə tovuz quşuna hədiyyə edəcəm. Özümüzün ayrıca generatorumuz var, 42 kilovatlıq generatordur. Bilirsiniz ki, Abşeronda, Bakıda, yayda azar işıqla problemlər olur. Ona görə ayrıca generator olmağımız şərtdir. Bura işçilərin otağıdır, çamaşırxanadır. Burada zapaslar yığılır. Burada da bütün paltarlar yuyulur, ütülənir. Arazi tam olaraq infrastruktur işləri tamamlanıb, yollar salınıb, elektrik avadanlığı, qaz təchizatı, hər bir şeylə təchiz olunub bütün sənədlər qaydasında. 1 hektar ərazimiz var və təxminən bir 60%lıq hələ bir boş ərazi var, haradakı tikinti işlərinizi görə bilərsiniz. Bu isə o deməkdir ki, siz bundan sonra hələ 7-8 ev də inşa edə bilərsiniz. Bizim Bakı bağları kompleksi Nardaran yaxınlığında, Sibriz yaxınlığında yerləşir və Sibrizə görə bilirsiniz ki, bu rayon inkişaf edir və burada qiymətlər torpaqlara qalxır. Bizim kompleksi bugün işləyir və gəlir gətirir. Və bəli, bu biznes bugün yeni sahibi üçün açıqdır. Hər bir şey hazırdır. Evlər, torpaq, sənədlər hazır, personal və işləyən brend. İllik gəlirli 40%-ə qədər. Ətraflı məlumat və suallarınız üçün birbaşa mənə direktə yaza bilərsiniz. Bəlkə də bu sizin çoxdan gözlədiyiniz fürsətdir.